Qəşəng qulaq asın gör nə deyəm. Bir dənə şiri tutub ataylar qəfəsə, qabağına sosis kalbas tökəylər. Şir dey baba mən şirəm, Sultanı Cəngələm, meşədə ceyran şikar eləyəm. Bu nədir tökübsüz qabağıma? Deyirlər o qədər aclıq çəkəcəksən, elə bu sosis kalbası da yeyəcəksən. Şir neçə gün aclıqsa ki, axırda məcbur olay sosis kalbası yey. Neçə günlər keçək, gətirəylər şirin qabağına yonca tökəylər. Şir qışqırır deyir, baba mən eşşəyəm yonca yeyəm. Deyirlər o qədər aclıq çəkərsən, elə axırda bu yoncanı da yeyərsən. Şir çox təhəmmül elə axırda aclığına görə yoncanı da yeyir. Neçə günlər keçək, şirin qabağına heç zat töhməylər. Şir qışqırır deyir, baba mən yoncaya öyrəşmişim, yoncanı niyə mənə verməysiniz? Deyirlər müftə yonca yoxumuzdur. Gərək eşşək kimin anqırasan, ta qabağına yonca tökək. İndi bu dastan bizə deyir ki, əgər şirdə olsun, Sultanı Cəngəldə olsun, biz zalimin zülmünün qabağında sükut eləsin, başa əysin, axırda gərək elə eşşək kimin də anqırasan.